Tam doğru. Ən əsas qələvi mühit yaradan qırmızı kələmdir. Bəli. E, Bizim bədəndə xəstəliklər ən çox turşu mühitdə, belə deyim də, çoxalır, inkişaf edir. Qələmi mühitdə isə bu olmur. Çalışın bədəni hər zaman qələvləşdirin. Ümumiyyətlə əti az yeyin, şirniyyatı da yeməyin. Şirniyyatı heç vaxt yeməyin. Ağ çörək də yeməyin, abur-cuburlar da yeməyin. İndi insanıq da, indi ayda 2-3 dəfə mən məsələn üçün ət yeyirəm, buz əti yeyirəm. Amma qırmızı kələm yemək lazımdır ki, turşu mühiti baskılasın. Düzdür, bəzi insanlar bildiyimiz sodanla bunu eləyir, hamı bunu bilir. Mən o eləyənlərə də hörmətlə yanaşıram. Sadəcə olaraq mən eləmirəm. Mən ümumiyyətlə belə bir şeyləri qidalarla, belə deyim də, tənzimləyirəm. Qidalara üstünlük verirəm. Məsələn üçün, bildiyimiz perkislə də, məsələn, hansı xəstəliklərdə istifadə edirlər də, damcı-damcı içilir. Amma mən eləmirəm. Mənlik deyil o. Mən əsas yenə deyirəm, mənki qidalardır. Bu təmiz olan qidalarla yeyərək bu bədəndə turşu qələvi mühitini və s. başqa şeyləri tənzimləyirəm. Çox sağ olsun qardaşımız. Mən dəfələrlə demişəm qırmızı kələmdən istifadə elədiyimi. İndi bir nəfər də gəlib yazıb, sağ olsun, minnətdaram. Ümumiyyətlə mən sizə bir şey deyim də, bu onkoloji xəstələrdən bir şey demək istəyirəm. Çox təəssüf edirəm ki, insanları əməliyyatlar eləyirlər onkoloji xəstəliklərdə. Bir qardaş mənə yazıb ki, demək, ayağımda problem vardı onkoloji, ayağımı kəsdilər, indi qaraciyərimdə çıxıb, ağciyərimdə çıxıb. Gözəl insanlar, bax, qulaq asın. Bu ibrətli bir şeydir. Mən sizə deyirəm ki, bu sizə aydın olsun. Ağacın, qolun, budağın kəsirsiniz, bu yenə də böyüyür, yenə də böyüyəcək. Gərək bunu kötüyünə baxmaq lazım. Kötüyündən o rəşanəli qarışıq, o kətdə yaşayanlar bilir də, o ağacı məsələn üçün kötüyünü qazırsan, rəşanəsini çıxardırsan, artıq o inkişaf eləmir, o dayanır, itir. Bu onkoloji xəstəliyi də belə bir şeydir. Siz bunun qolun, qanadın kəsməklə deyil, əlimi kəsim, qolumu kəsim, ağciyərimi kəsim, qaraciyərimi kəsim, ayağımı kəsim, kəsə-kəsə gedim, bu olmayacaq. Kök qalıb, kök qalıb. Bu yorulmuş bədəndir, həyat tərzidir. Bunu dəyişin, vallah dəyişin. Mən ximiyanı, hamı ximiya bilir ki, bu çətin prosesdir, ağrılı, acılı prosesdir. İnsan orqanların sıradan çıxadır ximiya. Mən əlacsız qalıram, deyirəm, get bir neçə dənə vur, vəziyyətdən çıxmağa görə. Amma sən bu vəziyyətdən, belə deyim də, həmən vəziyyətdən, böhrandan çıxmaq üçün mən sizə deyirəm bunu, ximiyanı. Amma siz həyat tərzinizi dəyişməlisiniz, o yorulmuş bədəni sağlamlaşdırmalısınız. Bədəni bütövlükdə, bədən bir bütündür. Bunu sağlamlaşdırmaq lazım ki, bu sizdən soğuşsun, geçsin. Hər bir kəsə, xalqıma buradan səslənirəm. Elə yaşayın ki, ağır xəstəliklərə düçar olmayın. Vallah bu çətin məsələdir, bu onkoloji xəstəlik. İnsanlar bilirsiniz necə belə gerinc giriftar olur. Bu işin içindəki, ay Allah, mən neyniyim, mən hara gedim, mən necə edim. Vallah başqa yol yoxdur. Sağlam yaşamağa üstünlük verin. Bağırsaqları təmizləyin. Bacardığınız qədər nəfsinizə hakim olun ki, ağır xəstəliklərə düçar olmayasınız. Təkrar deyirəm, bu yorulmuş bədəndir. Biz qidalanmanı bilmirik, biz yatmaq rejiminə riayət eləmirik, biz yürüyüş eləmirik, oturaq həyat tərzi sürürük. Biz şirniyyatı, ağ çörəyi, sonra bu abur-cuburlar deyirlər, kalpasal, sasiska və s. o qədər şeylər var ki, onları yeyirik, çalışın, uzaq olun onlardan. Valla mən xalqımı sevirəm və xalqıma səslənirəm ki, Rəbbimiz verən ömrü biz sağlam yaşaya bilərik. Bizim öz əlimizdədir. Çalışın qidalanmanı, həyat tərzini düzəldin. Yenə də deyirəm, bu kökdən bədən təmizlənməyənə qədər sən əli, qolu, başı, nəmharu, kəsə-kəsə get, bu xeyri olmayacaq, buna olmayacaq. Belə gözəl insanlar, çalışın həyat tərzinizi bir dəfəli düzəldin. Ağır xəstəliklərə düçar olmaq istəmirsən, ailədə qidanı dəyişin.